Bir neçə gündür ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bugün gün ərzində və sabah, yanvarın 1-i və 2-sində də Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək. Bugün arabir güclənən cənub-qərb küləyi əsir. Artıq ayın 1-i və 2-sində isə Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcəyi gözlənilir. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən bulutlu, əsasən yağmursuz keçəcək. Lakin ikisində isə arabir yağıntılı hava şəraiti gözlənilir. Havanın maksimal temperaturu 6-8 dərəcə isti olacaq. Bölgələrdə də yanvarın 1-i səhər dağlıq ərazilərdən başlayaraq ikisi axşamadək arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi ilə də qar yağacaq. Ayrı-ayrı bölgələrdə isə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın maksimal temperaturu Aran rayonlarında 6-9, dağlıq ərazilərdə isə 2 dərəcə şaxtadan 3 dərəcəlik isti olacaq. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimal olunur.